Sen çözmedin ki. Ay sağ ol benim babam. Sağ ol. Ay gelin. Zəhmət olmasa bala, o çaydan bircə stəkanda mənə süz. Bəs xala, indi doldurdum. Qoy qaynasın verərəm, yaxşı? Sonra da deyirlər ki, qaynanalar boş yerə qaynayır. Arzu benim balam. O gün ad günümde tort pişirmiştin. Ondan biraz ver, koy çayla içim. Yaxşı. Lezzetli çay diye. Bıçaqla kesmişdim. Arzu, zəhmət olmasa başına dönüm, o tortdan bircə qısok da mənə ver, mən də çayla içim. Aa, bəsdir xala, o elə bir qusuk qalmışdı, onu da mama istədi, verdim ona, qalmadı. Yaxşı, onda mənim də ad günüm yaxınlaşır. O tortdan bir dənə də mənə pişirərsən. Oy, bəsdir xala, elə əziyyətli tortdu. İnan ki, zülüm çəkdim də onu pişirincə. Mama gördü də. Deyirəm, sənin ad günü də talihə deyərik. Hazır elə qəşən tortlar var, 20 manat, 30 manat. Birini alıb gətirər, yeyərik, hə mama? Deyirəm ay gəlin, sən bizim ocağa gəlməsəydin, tay biz bilmirdik ha, tükanda tort satılır. Bəsdi. Bu tortdan sana verərdim, yiyəsən. Amma bilirəm ki, nə qədər şirin tort yesen de, sənin o acı dilin şirin olası değil. Heç olmasa onda axşama bir düşbərə bişir. Ay, bəsdir xala, mamamın səhərdən könlünə badımcanda olması düşmüşdü. Mən taliyə tapşırmışam, alıb gətirib badımcanları, elə onları qaynadırdım. Deyirəm, bir günə 2 qazan asmayayım da, sabah da gün orta düşbərə pişirərəm. Kumru xanım, zəhmət olmasa keçin kafeyə. Kumru xanım, indi zəhmət olmasa barınız stoyka tərəfə keçin. İndi zəhmət olmasa, mətbəxə keçin və pəncərədən baxın. Hadi sen onu mənə demə. Periyodur, sen aparıb sənətləri Gülnarə xanıma verdin. Hı? Hara çıxıb? Dekretə? Dekret. Ha, yaxşı, yaxşı. Dekretə. Dekretə. Sözə bax, qarnıma sancı doldu, ha. Ayna, sən nə yemək səhv yemişsən? İştahım yoxdur başına da. Ne olur ki qadınım, ne olur bayan? Beş qadın alın. Talib, Hadi. sən bilmirsən, mən səni nə əziyyətlə, zillətlə böyütmüşəm. Sən dünyaya gələndə yanvar ayıydın, şaxdıydın. Sən ana südünə yaxın durmurdun.
ümumiyyətcə mənə yaxın durmur. Mən qışda parmaqlarım dona-dona, şaxta ayaqlarımı kəsə-kəsə səni şəlliyirdim kürəyimə, kəndim bu başından, gedirdim o başına. Ne? Dayıların keçi saxlayırdı. Gedirdim. Bax belə səni tuturdum qucağımda, bax belə bu fason biter o keçinin südün sana doyunca əmizdirirdim. Sonra avratlı qaydırdım gene de kəndin o başına. Gündə 3 dəfə bax mən həmən vəziyyətdə gedirdim o başa, gəlirdim bu başa. Bax mən səni elə sağlamışam. Ay Allah. Ay Allah. Ben keçi südündən böyümüşəm. Mən deyirəm, daimin keçisini kəsəndə mən niyə pis olmuşdum, elə verdim mənim doğmamı kəsdim. İnansan o keçidən 2 şey yerdə mən yaxın getmədim. Dədən rəhmətə gedəndə bir qohum qapımızı açıb içəri girmədi. Dədəm rəhmətə getdim, bir qohum qapımızı açıb. Dədəm keçi südü, dədəm. Arzum yeməsə xətrinə də bana. Mənim elə ağıllı başlı dekretim yoxdur. Ne olur denən görüm ne olur. Mənim indiyə qədər bu evdə qədrim, qiymətim olmayacaq da. Ona görə də mən çıxıb gedirəm kəndə. Yani indi Arzu da yola get də, gəlin qaynanasınız, birbirinizdən yola gelin də. İndi mən neyim? Bu yaştan sonra mən Arzu'nun boşuyum, başqa arvad alım özümə. Gözaltın varsa, mən nə deyirəm başına dönüm. Ne istəyirsən elə, mən sənin alişinə qarışmaram. Teymur qumurunu tapmağına o qədər sevinirdi ki, heç müğənnilər özlərinə sponsor tapanda bu qədər sevinmirdilər. Mən getdim, yaxşı. Talih, buradasan. Ha, buradayım da görmüsən, piri durur. Gəldin çıxdın? Hə, gəldim Talih. Ha. Talih, yadıma gəlir, mən bir dəfə bu cipi getdim balaca maşınla dəyişdim. Sən də qayıtdın mənə dedin, piri duruq. Mən balaca adamam, mən dünya şöhrətli adamam. Adamam ki, balaca maşınla Ben böyük adamım, böyük adamım. gəzəcəm. Mən də indi bu dəfə getdim, cipi böyük maşınla dəyişdim. Cipi böyük maşından da, cipi böyük, cipdən böyük. Piri duruk, biz de demek ki Kamaz'dan dəyişmişəm maşını. Bunu sən hansı piri duruq xəbər verib? Qoymazdır, sürpriz eləyək Talih müəllimə. Sənin başın xəstədir. Ya mən buradadan Kamaz'la, Kamaz minib, Kamaz'la işe gedəcəm. Xəstəsənsə. Talih müəllim, sən indi hörmətli adamsan, böyük adamsan da, qoy gələndə desinlər ki, Talih müəllim böyük maşınla gəlir. Ben işe Kamaz'la gideceğim. Şehrin merkezinde Kamaz'la girmeye icazə yoxdur. Ben işe zır gideceğim, yoksa Balıqar gideceğim. Xəstəsəm mən, dur adamım. Böyük adamım, ben maşında arkada oturmalıyam. Ha, deyil, mən də onu fikirləşmişəm, nə Talih müəllim. Maşının kuzası yoxdur. Getdim qəşəng belə divan kreslo zad da danışdım ki, sən orada rahat belə uzanasan, rahat gedib gələsən də. Çüş qabağıma xəstə get maşın qaytaraq, çüş qabağıma. Xəstəsən. Sən nə qarırsan? Sağ ol rəssam, nə qarırsan?
Ha buraya cücülüme ki. Yaxınlaşın. Boş üstü. Eşidirəm. Asakal, bayaqdan sizi güdürəm bu bulvarda. Gah o skameykada otursunuz, gah bu skameykada otursunuz. İndi gəlib çıxmışsınız bura. Kimdə bu qız? Reis, xalam qızıdır. Ne oldu ben bu bulvarda kime yaxınlaşıram deyir xalam qızıdır. Nədir bura xal uşaqları parkıdır? Ha? Reis, sayıram qurban, rayondan təzə gəlir. Gətirmişəm ki, buralarda tanış eləyim, baxsın, görsün buraları. Sənətlər xahiş edirəm. Reis, məni tanımadınız. Mən Abbasın dostuyam, mən. Hə dost nədir sənətlər verin incitmə bizi. Reis, sayıram qurban, mən Abbasın dostuyam, qardaşımız Abbasır. Arkadaşlar zəng eləyə. Reis, sayıram qurban, zəng gəlmə, reis. Reis, xahiş edirəm, Sən mənə müqavimət göstər. Yox, reis. Reis, xahiş edirəm, Yaxınlardan bir maşın göndər. Hə. Reis, sayıram qurban, danışma. Bir dəqiqə mən yığım, siz Abbasla danışın. Reis, xahiş edirəm, Abbasla. Ya sənətləri ver. Ya maşın gəlir. Reis, sayıram qurban. İncitmə məni. Xahiş edirəm düşün. Reis, sayıram qurban, mən ailəli adamam, mənim ailəm. Elxan nə oldu? Tez elə. Reis, sayıram qurban, mənim kollektivim. Tanıyım mənə bilməsin. Reis, reis, sayıram qurban. Qalsın. Aç keçin xahiş Reis, edirəm. xahiş edirəm, bu işi açıb ağartma, reis. Reis, sayıram qurban. Elxan tez elə. Xahiş edirəm ki, incitməyin məni. Reis, bu işi açıb ağartma. Kesin xahiş edirəm bir yeri gedin. And I think to myself, Qardaşı deyib, biz dişləyən Abbasın bu işi. Yemek gel deyir. Başımız. Əla pişmisən. Mənə bir dənə qəşəng Yemek gel deyir. Başımız. Əla pişmisən. Ha, yenilmez batalyon geldi. Arzu, başa düşmədim. Anam badımcan doğması istəyən kimi tez hazırlayıb qoymusan qabağına. Mənim anam səndən bir çömçü düşbəri istədi. Heç onu hazırlamadın. Ay Məsim, dedim də bir gündə iki qazan asmayın. Bugün dolmanı pişirdim, sabah da düşbərə pişirərəm də. Boy, başa düşmədim. Başa düşmədim. Dədən evindən gətirmisən bəyəm? Ay qız, qardaşımın qazancı deyə. Qardaşımın belə pişir. Ay anası da iyisini düşür. Ay anasına canı yanan. Özün niye pişirmirsən? Pişir de. Məsim, indi sən qırağa dur. Ha. Ceylan xala, yadındadır yayın çırhanda badımcan doğurmasından başqa heç nə tapıb yeyə bilmirdiniz, Hı? İndi qışda mənim oğlumun şotuna badımcan dolmasını pişirib iki yeyirsiniz ki kaloriya yığıb mənim evimdə ağalıq eləyəsiniz. Bəsdir. Sənin evində aylarla ət pişmirdi. Soruşan olanda da deyirdin ki vegetarianım. Sağ ol Ceyran. Az yadından çıxıb sənin ərimin yasında bir göngə nədir ki onu kəsib cemaata ehsan vermədiniz. Yalandan da dediniz ki göngəyə qış gripi düşüb. Bəsdirin də. Aman yaxşı da, bezmişəm bu evdəki söz söhbətdən, dığdığdan bəsdir də. Baş götürüb gedəcəm. Məhəbbət hər gecə yuxusunda sevdanı görürdü. Ona görə də son zamanlar çalışırdı ki, gün ərzində çox az yatsın. Görsən şəxsiyyətdə olub neynəmsən ki? Bu nə hörümçəkdir? Sımırla sevda. Beni bir yudumuşdum Mənəm ay məhəbbətim, sevda. Bildim gördüm, bildim ki sevdadır. Nə yaxşı gəlmirsən, nəyə gəlmirsən? Xeyr ola. Ağzının tam etsin ay məhəbbətim. Sənə yemək gətirmişəm. Sən bilirsən də mən zəif nöqtəməm. Bilirsən ki, nahar vaxtında mən ac oldum, başım işlədir ha. Çox sağ ol əzizim. Nə gətirmişsən? Sənə balıq gətirmişəm ay məhəbbətim. Lap yaxşı. Ölürəm də sən pişirdiyin balıqdan ötürü. Ay məhəbbətim, burada piletka var. Sən əli qabiliyyətin o qədər gözəldir ki, sənin pişirdiyin yeməli isti də yeyərəm, soyuq da yeyərəm. Mən.
Buna da Sevda. Dükan balığı da ay məhəbbətim. Get içeri. Get içeri. Get içeri. Temi sen gel bura. Tabii ben koy ben de keçim. Gel bura dedim sana. Canım xəcalət çəksən. Mən nə gəlib səni şöbədən, polis şöbəsindən çıxartmalıyam, ha? Bir dekretinə hürmətin olsun da. Mən utanırım, sən məndən yaşda böyüsən, mən utanırım 2 dəfə sağ şillə vurmağa. Nəysə sənə, mən böyük adamım, mən çox böyük adamım. Və tam sən mən boyda adam Kamazla polis şöbəsinin qabağına yerəm. Mən utanıb xəcalət çəkirəm. Sənə kim icazə verir ki, iş vaxtı qumrunu bulvarı gəzməyə yaparsan? Kim də? Denə mən bilim. Talib benim, sağ olun qurban. Ben burada baş administratoram axı. İşçilərin qayğısına qalıram da. Qumrunu bulvara aparıram ki, təmiz hava alsın da. Burada pis nə var ki? Belə qayğıya qalan baş administratorsan, bir dəfə də Abbası bulvara apar, bir dəfə İsmail apar, bir dəfə Xansuvarın qayğısına qal. Sen niye kumurunun qayğısına qalsan hər dəfə? Nə istəyirsən o kumurunun qayğısından? Nə istəyirsən? Ay talib benim, Xansuvarı, Abbası, İsmail'i mən niyə aparıram bulvara? Başına ayağı raskotdular, özünüz bilirsiniz də onu. Keşke səni bir də polis şöbələrindən axtardı. Baya düşdün sən mən. Baş üstə talib benim, baş üstə. Hə, Piridoruk. Bulvardasan? Gəl də. Yemirəm də, Sevda, əl çək, çox sol istəmirəm. Niyə yemirsən ay məhəbbətim? Yoxsa mən gətirdiyim yeməyi bəyənmirsən? Uy, buna baxı. Keçən səfər gətirdiyim xəngəldə elə durur. Demək mən gətirdiyim yeməkləri bəyənmirsən, eləmi? Ona görə də yemirsən. İstəmirəm, o balığı mən istəmirəm. İştahım yoxdur. Mən səhər-səhər burada Günayın kafesində yemişəm, narahat olma. Günay kimdir ay məhəbbət? Hadi kafedir da, kafede adı Günay'dı, elə işlədən qızın da adı Günay'dı. Nətər yəni? Sən mən gətirdiyim yeməkləri yemirsən, amma Günay'ın pişirdikləri yeyirsən? Ay əzizim, ay ömrüm, mən ondan heç bir əlaqəm yoxdur. Əgər sən onu fikirləşsənsə, o sadəcə olaraq bir kafedir, qızdır, Günay işlədir. Ben de oranın müşterisiyim, tutardı getdi da orada. Yox, səndən sondan əlaqən olur. Ay qadam, ömrüm, həyatım, ömrüm, elə şey ola bilməz ya əzizim. Sən düşünürsən ki, mən səni kiməsə dəyişə bilərəm, yox ömrüm. Yox qadınam, yox. Belə şeylərə düşünmə, ağlına da gətirmə. Məhəbbət müəllim. Sən ki, bəli. Burada yemək. Bəh, Günay göndərib. Günay nədir? Onun yeridir indi. Məhəbbət? Ferqüddür. Yığışdır, Günay nədir? Yığışdır bunu. Məhəbbət? Ay can. Bəs sən deyirdin ki, mənim Günayla heç bir əlaqəm yoxdur. Ay ömrüm. İndi sən yemək göndərir. Hadi kafetten de yığıştır bunlar tez. Hadi yok böyle şeydi yani bu Günay nedir? Yığıştır. Hadi hiç de lazım değil. Dayan məhəbbət. Dayan indi mən buradan çıxım. Hamısı gedib bir talihə dəyişəm. Taliye demsen git lan şu Kale babanın adını beynimi söndürme. Hadi ben geleceğim ha buradan. Ama geleceğim. Yemeğini de yapar burada. Davay. Alo, Talih, hardasan bala? Ay yok, hiç ne olmuyubdu. Gel ben aparatta vağzala. Yok, hiç daim olmuyubdu. Ben çıkıp gedirem kendi. Hemeşeli orada kalmağa. Yok, gedirem. Ben elə bilərəm ki, heç oğul doğmamışam. Oy, bala, gözler olsun görmesin. Böyünleri arzu benim üzüme, tay o söz kalmadı ki demesin. O bana bir sıfat gösterdi, o bana bir sözler dedi. Bilirsen oğlum, ben bugüne kadar
O evde ne kadar söz söhbət olub, hamısını udmuşam. Tay belə uda bilmirəm, dözə bilmirəm. Ben çıxıb gedirəm. Ben xəstə adamım bala, bir gün varam, sabah yoxam. Yok kadar kalın, bana göre, yo, bana göre alakı dağıtma, başka dönüm. Gelirse, yaxşı onda tez gel. Biz aramızız da, sen gül kimi imkanın var. Ev eşiğin var. Ama pulun da var. Niye evlənmirsən? Ne şey evlənmirsən sən? Bir sənə xalısı var. Mən istəyirəm ki, mən həyatımda səmimi bir dənə qız olsun. Başa düşdün. Mən bilirəm, qızlar hamısı mən puluma görə danışır. Bu Paris Hilton yoxdur. Paris Hilton o dünyada bütün otelləri olan. O hər gün mənə SMS yazır. İsmail'de Amerika'da yaşayacaq olacaq. Bəs özümü öldürəcəm, özümü asacağım, nə edəcəm. Biraz kilo kimi həyatım var. Sən elədin, işləndim, zəng elədim bana. Dedim, sən bir də mənə SMS yazsın, gəlib sən bütün SMS-ləri aktoba göstərəcəm. Dedim, oğlumu yığı başına yığı. Ondan sonra sakitləşdi. Ay, çox sağ ol, Qumru. Toyunda. Dəyməz. Bir dənə də oturmuşam evdə. Şakir ilə uşaq oldu axı. Doğru. Şakın da. Zəng gelib, bütün qanımı qaraldı be. Sən bir İsmail bunu ictimaiyyətdən gizlətmək istəmirəm. Bu hamı bilsin ki, uşağın atası sənsən. Məni? Sən çaşımısan. Əlki budur. Mən adım var, sanım var. Dünya çaşımısan. Mən atam bizə mənə tükə doğrayar. Bu Şakira, elə eləmə ki. Gəlim İspaniya, sənin ağzını üstən bir dərşillə vurum, qaydım Bakıya. Valla ayıbdır belə şey. Axda çıxdı ictimai dedi ki, uşağın atası Pikendi. Hansı Pikendi? Pikendi futbolist da. Əri. Bunlar hamısı mənim puluma görə deyil, başa düşdün. Bir sənə budur. Temur nə qulluq edeyim sənə? Xansın, buyur sənə. Hansın sən Qumrudan xoşun gəlir? Yox, o oradan çıxdı. Bana yaxşı da. Buyurun mama. Yox. Mən sənə deyim, Qumrunun səndən xoşu gəlir. Bunu mən sənə deyirəm. O oradan, yəni, bilirsən ki? Görmədin, iminlə o adam, o qədər adamın içində çay gətirdi sənə verdi. Niyə çay sənə verdi? Teymura da verərdi, sənə gətirdi verdi. Deməli, nəsə var da, nəsə var da zaman. Hansı var? Yine sana çay getirin. Sənin dərdindən ölər o xansı var. Temur. Bir daha buraya. Şurada böyle. Yenə nə olub? Yenə bu evdən dava dalaşdım. Mən işimi gücümü atıb gəlmişəm evə. Nə olub? Hani nə olub? Ay oğul, Hadi. başına dönüm. Mən yazıq nə deyirəm? İnan mən bu evdə gəlinin işinə qarışmamışam. Heç belə qarışmayacam da. Gəlin indiyə qədər bana nə yemək veribsə yemişəm. Verməyəndə də, yeməyəndə də gedib aşqarına dinməz, söyləməz, uzanıb yerimə, aşqarına yıxılıb yatmışam. Səsimi də çıxartmamışam ki. Qaynanan Ceyran xala. Gedib gəlinin Arzunun qulağını dolduracaq. Arzu da gəlib sana deyəcək. Ay sağ ol. Sənin də beynin qızacaq. Gəlib düşərsən mənim üstümə. Ay sağ ol. Ona görə də mən bu evdə qalmaq istəmirəm, başına dönüm. Başımı götürüb çıxıb kəndə getmək istəyirəm. Hadi. Özün bilirsən də sən. Baxın, mama bu gəlinin düşmüş işlərini heç vaxt qarışmayıb baxın. Bu yazıq arvad nə dedi bəyəm? Bir şömkü düşməni istədi də. Dedim ki, ayağımızı baxsın yoxsun bugün. Əmi bacın sabah pişirərsən. Hədə sabah pişirər. Onda da deyilsə yaxşı. Bu evə bir loğuz saldı, bir loğuz qırğız saldı. Gəl görəsən. Bir dəqiqə dayan, ağlı qızı başı qıza yığın. Aynen.
Sən də kənd satın, sən kimdir qoyan kəndə yerə? Mən Şixəlinin nəvəsiyəm, ha, Şixəlinin. Mən Şixəli deyiləm. Anamın adına nisiyyət alıb, qaynanama kebab çəkəm. Niçimo sibet çortma biri. Hanım, teşekkür ederim. Çok güzel çay demlemişsiniz. Değmez hansı var. Sen de sağ ol. Narahat eləmirəm ki, Qumru xanım. Yok. Qumru xanım, ümumiyyətlə, qadından yaşlanışmaz da, bilmək istəyərdim ki... Hansı var. Benim de ili zehlem gedir kadından yaş soruşanda. Yo, bilmək istəyərdim ki, mənə neçə yaş verəsiz? Cavan görsənirsən. Haradasa 26-45 arası. Qumru xanım, Lətifə danışır sizə. Bir gün, Molla Nəsrəddin gedirmiş... O Molla Nəsrəddin dostuyla gedirdi, quldurlar qabağına çıxır, bir dənə xət çəkirlər, belə ki, buradan o yana keçsə sizi öldürəcəm. Onu deyir. Eşitmişsiniz onu? Yo, işitməmişəm, danış. Doğruda, bir gün Molla Nəsrəddin gedirlər. Ha, Temur, sen bu Qumrudan xoşun gəlir? Xoşun gəlir, nə deyim, mən istəyirəm onu ciddi. Ay sağ ol. Bəs xeyir ola sənin istədiyin qızla Xansuvar söhbət edir, ha? Cailə söhbət edir. Abbas, iş yoldaşlarına nə olacaq söhbət edirlər də. Hə, iş yol, hə, bura keç, hə, nə iş yoldaş, hə? Hə, açıq deyirəm mən sənə, əgər mənim istədiyim qızla Xansuvar söhbət eləsəydi, Xansuvara dərim, hə, sən kimsən, hə? Mənim istədiyim qızla söhbət eləsən, tutardım onu, buğlardım, ey onu. Hə, burada söhbət, hə, bir də, hə, nə qədər o söhbət, bu ne demək, hə? Burada söhbət alırlar, hə? Xansuvar. Ay Talih, bax mən neynəməliyəm? Bax mən Bəsti xalanın yeməyi pişirirəm, paltarlarını yuyuram. Bir dənə düşbərə dedi, onu da dedim ki, sabah pişirərəm. Mən neynəməliyəm da? Mən Bəsti xalaya məhsin onu eləmədiyini eləyirəm. Hə, bir dəqiqə. Buyurun. Eləməlisən də. Eləməlisən. Mən də hansı bir gəlinin köksəm, Bay. onun işlərini özüm görəcəm. Amma hələ ki, enerji yığıram. Məsi! İndi sən dur. Ali. Hadi. Başına dur. Aha. Sen bana göre evini, aileni dağıtma bala. Ha. Ben çıkıp gedirəm kəndə. Aynı saat Nisan avtobusundan çıxmaq istəyirsən. Mən aparım sən yolu salıb. Yok başına dur. Sen zəhmət çəkme. Ben özüm bir tər, öyle gedəcəm. Kənddə soruşsalar ki, oğlumun yanından niye kayıttın ay Bəsti? Diyeceğim onu ben doğmamışım. Onun kaynanası Ceylan doğum, Ceylan. Aynen, bir dəqiqə dayanə, sən kimdir bu kəndə gedirsən? Mən elə belə söz gəlşidir. Rast ki sənin anan qəti qərara gəlib ki, kəndə getsin. O getsin də. Adam yaxşı ol, ananın sözündən çıxmaz. Apar yola sal çıxsın, getsin kəndə. Bütün söz söhbətlər də onunla getsin də. Canımız qutarsın, bizim. Nə deyirsən ana? Ne diyeceğim? Ben bu vakte kadar bu söz söhbəti açmırdım ona göre ki. Senin son məsləhət yerin Ceylandır. Ona göre de ben gedirəm. Aynen, bir dəqiqə, hani gedirsən? Mən elə belə söz gəlişi dedim. Qadına fikrini öyrənmək istədim. Sadəcə olaraq varyant, qəşəng varyant idi. Onu yox.
Bəs də telefonla oynanın. Bir də necə foyada Teymurla xalqlar söhbət edir. Bir də onlar aralaşdırır da. Ayaqbaz, mənim neyimə lazım, kim kimlə dalaşır, kim neyniyir? Qoy oturmuşam dincəlim. Ay elə mən də onu deyim. Nə bunlar dalaşmır. Çox onları biz aralaşdıraq. Çox onlar qızışsınlar, dalaşsınlar da. Ona bir dənə gələ nə olar ki? Hani insan da Xansı var. Sən xeyr ola qumru ilə söhbət eləyirsən. Başa düşmədim ha. Necə yəni xeyir ola? Mən qumru ilə söhbət eləyə bilmərəm. Yox. Başa düşmədim. Başa düşmədin, indi bu dəqiqə səni başa salaram. Başa salaq saqqal görək, hə, necə başa salacaqsan mən? Qumru. Ha? Mən istədiyim qızdır, başa düşdün indi. Ha? Yeri gəlsə, qumrunu birinci mən görmüşəm. Başa düşdün? Biri də ki, sənin heç xəbərin var, o qız səni istəyir ya istəmir. Ayda, kansı var. Əlim ayağım dəyməmiş, get də buradan. Sen karışma. Bir dəqiqə var. Teymur, Hə. sənin xəbərin var ki, bir kəlləlik canın var. Onu demirlər, eləyirlər, bildin. Ay, kökçüsüz. Ne olur ya bu? Bizim kafeye müşteri gelip geçiyor. Kökçüsüz işte. Allah deyinə. Allah ayıp olsun işte. Korkma, korkma. Akra kimi gede istemeli. Eğer Teymur'dan olsam ben sen adam tanımırım. Hiç deme. Ayak şuradan oğlum. Tutma da bana. İsmail abi. Gel kızışım. Ne olur? Eşit beni. Yüzü sen onun gözünün odunu almışsın. Sen bir kellelik canı var, onu sen bıraksan. Onu sen Teymur'da, o kimde? Sen istediğin kıza sataşır o. Sen istediğin kızla söhbet edilir, kimde o? Onsuz da bu söhbet bağlanmamış, ben onu neler çıkamıyorum. İsmail, çekil kenara da bu. Sen ağır, sana sakat çırızları bilirler. Sen ahırıncıdır. Sen ahırıncıdıkça değilim. Seni bir dokuzun yanında görmüyorum. Başa düştün. Bir dəqiqə deyək, ha? Olsa ne olacak? Ha? Derip görmüyorum de sen. Biraz yavaş ol da İsmail. Kansu var. Sen bana kellatırsan ha. Ay kişi onu istərirsən ha? Ama sen kelle vurmadın, ben Abbas istədirdi beni. Kim kellenin vurumu senin de dalında dayanamıyorsan davay da söhbət verə. Ben attım üzümə şaratını yanına. Davay korktun. Kim ben? Ha. Allah ben korkum eləmirəm ala. Gel bura Kansu sen görmeyeyim. Sen ne diyorsun? Ben bilirəm, mən nə deyirəm, sən nə deyirsən? Yok ben sana deyirəm ki sen ne diyorsun? Ama mən hər nə deyirəm, sən nə deyirsən? Bir dəqiqə deyəm, xalqa. Ne yani? Xala, keç. Bir dakika daha görme. Allah Saxla püncəyi. Saxla püncəyi. Kansu var sen ne diyorsun? Sən nə deyirsən? Bir kasa düşbərə üstündə başlayan davadalaş hamının səbir kasasını doldurmuşdu. Bəstirin də. Birbirinizi niye kırırsınız? Bir yola gedin də. Siz bana önce dekrete yığmışsınız. Tamam bezmişəm də belə yaşamaqda. Mən bu evdən çıxıb gedirəm. Arzu. Arzu, gelirim. Biz o rayona gedir. Başım işte xarab oldu. Talep! Ne saçı salırsan ha orada? Ha? Ne de o? Saçın özüme hoş göre bu. Bravo. Senin boğazını güzel boğaz gibi güzel ama. Başa düştün? O sözü sana ben derim ama bu oğlan değil bu. Qismət ayda yatımsa səndən məsləhətləşmirəm bəyətdə. Məndən çox pul qazanan oğlan var, düzür edələm. Evində yağım da var, ətim də var, bal da var, amma yola getmirlər. Lap açıq deyəcəm, 2 dəfə qapıma gəlibsən ki, pul var, tali, yox deyib dala qaytarmıyor. Evdə bir paşqa mənim elinizdə pulum var, açıq deyirəm. Amma yola getmirlər qismət. Düzür edələm, sənin evində yarım kilo kartoşka var, bu alsın. Narahat olma Talih, dünənlər gəlib götürmüşəm kartuşka. Elə mi? Talih, imkan var götürmüşəm. İstəyirdi ki, ət götür, ürəm yamı bozartma istəyirdi. Mama gel. Ben bir dəqiqə bu evdə qalmaram. Bildim elə, axırda biz Gedərsənə gedək. Gəl. Danışam elə pis oldum. Anamın canı sağ olsun. Arzu. Adama da gel,
Talek qadaşan özünə qonaq gəlir. Sizə tikə ət verir. Bas bayrağı qismət. Sən nə eləyirsən ha? Sözüm xətrinə dəydin, tək ayrılım. Bas bayrağı! Dekretə. Üstünə gəlməsin, 2 dəfə qapıma gəlsən yox demişəm. Evimdə xeyla pulum var, bunu da deyirəm sana. Sana yaşlı bu. Əlim ayağım dəyməmiş. Faş edim şunu. Xahiş edirəm.